Hər vaxtın xeyir olsun, dəyərli izləyicim. Bugün sənə bir hekayə danışacağım. Bu hekayədə problemlərin evləri yox, evdəki səssizlik olduğunu hiss edəcəksən. Bu da bir fərqindəlik olsun. Alaçatıda yaşayan Həsən adlı 73 yaşında bir kişi varmış. Bu yaşanmış hekayədir. Günlərin bir günü o anidən qərara gəlir ki, Alaçatıda yerləşən bütün turistlərin qarşısında şəkil çəkdirdiyi o böyük, sarmaşıqlarla bəzədilmiş, rəngarəng, geniş, əzəmətli evini satışa çıxarsın. Bunu eşidən oğlu çox təlaş keçirdir və zəng eləyib, ata, yaxşısanmı deyə soruşur. Həsən kişi, yaxşıyam, İzmirə gedirəm deyə cavab verir. Çay içəcəm. Oğlu təəccüb keçirir. Çünki atasının anidən bu satış qərarı onun üçün dəlicə bir xəbər oldu. Yəni, belə bir xəbəri gözləmirdi. Həsən kişi deyir ki, mən bilirdim ki, mən dünyadan köçəndən sonra oğlum həmin evi otelə çevirəcək. Buna rəğmən, mən evdəki səssizlikdən sıxılıb, evi satıb, kiçik bir yerə köçmək qərarına gəldim. Xanımım Əminəni 3 il əvvəl itirmişəm. Onun ölümündən sonra evdə hər şey var. Ev yerli yerindədir. Mən hər səhər yuxudan oyanır, qəhvəmi süzür, televizorun qarşısına keçir. Günün müəyyən saatına qədər televizor izləyir, sonra yenə yemək yeyir, yenə televizor izləyir və günün sonunda isə yatağıma uzanıb yatırdım. Hər şey var idi, amma evdə səs yox idi. O səsi televizorun səsi əvəz eləmişdi. Lakin sadəcə o danışırdı, mən qulaq asırdım. Məni dinləyən yox idi. Və buna görə qərara gəldim ki, artıq bu böyük evdəki, bu böyük səssizlikdən çıxmaq istəyirəm. Keçmişdə yaşamaq istəmirəm. Və beləcə evi satışa çıxarıb İzmirə köçmək qərarına gəldim. Uzun zaman kirayələrdə ev axtardım və sonra qarşıma bir elan çıxdı. Tələbələrin qaldığı evdə cəmi bir otaq kirayə verilirdi. Tez tələsik həmin ünvanı götürüb yaxınlaşdım həmin mənzilə. Qapını döyəndə 2-3 tələbə gənc qapını açdı və məni görüb təəccübləndilər. Amca, iyi misin deyə soruşdular. Onlar elə bildilər ki, mən yolunmazmışam. Digəri elə bildi ki, qaz idarəsindən gəlmişəm. Bəli, borcumuzu ödəməmişik, amma ən qısa zamanda borcumuzu ödəyəcəyik deyə bildirdilər. Bəzi elə bildi işıq idarəsindən, biri də elə bildi ki, su idarəsindən gəlmişəm. Amma mən gülümsəyərək onlara, mən kirayə otaq üçün gəlmişəm deyə bildirdim. Gənclər təəccübləndilər. Belə bir cavab təbii ki, gözləmirdilər. Çünki onlar tələbə idilər və birlikdə bir ev kirayələyib yaşayırdılar. Əlqərəz, onlar məni içəriyə qəbul etdi və mən həmin evdə otağımla tanış olandan sonra onlarla bir yerdə yaşamaq qərarına gəldim. Təbii ki, mənim üçün çox çətin idi. Gənclər disiplinsiz, dağınıq, səsli küylü idilər. Mənim isə yaşım daha çox səssizliyə, daha çox düzənə görə idi. Onlar gecə səhərə qədər oyun oynayır, səsli küylü mahnılar dinləyir, dalaşır, savaşır, sonra yenidən barışırdılar. Bəziləri yatıb qalıb imtahana belə gedə bilmirdilər. Bir müddətdən sonra onları yuxudan oyatmağa başladım. İmtahana gecikirdilər, paltarları qaydasında deyil idi, çayları hazır deyil idi. Bəzən elə olurdu ki, onlara çay hazırdır, təzə dəmlənib, içə bilərsiniz. Amma bitəndən sonra bu dəfə növbə sizindir, siz dəmləyərsiniz deyə bildirirdim. Bir gün tələbələrdən biri evə çox yorğun gəldi. Evdə sadəcə mən var idim. Həmin tələbə maddi çətinlik ucbatından səhərlər oxuyur, günortalar, gecəyə qədər işləyirdi. Çox yorğun və taqəti kəsilmiş halda qapıdan içəri girdi. Mən şorba bişirmişdim. Dəvət etdim ki, gəl isti bir şorba ye, sonra gedib yatarsan. Oğlan yaxınlaşdı mətbəxə və biz birlikdə qarşı-qarşıya əyləşib şorbadan nuş etdik. Sonra bir çay içib, uzun-uzun söhbət etdikdən sonra onu istirahət etməsi üçün yola saldım. O sonunda mənə dedi ki, dayı, mən axırıncı dəfə nənəmin əlindən bu şorbanı içmişdim və o dadı ilk dəfə indi yaxaladım. Onlara göstərdiyim qayğını görəndən sonra artıq mənə Həsən əmi,
Hasan amca deyə müraciət etmədilər. Abi deyə müraciət etməyə başladılar. Və münasibətimiz, ünsiyyətimiz daha da dərinləşdi. Artıq məni bir abiləri, qardaşları kimi görürdülər. Və bir gün axşam saatında çağırdılar ki, yığışım, gedək, mən də onlarla bir yerdə, bir restoranda şam yeməyi yeyək. Həmin restoranda saz çalan bir oğlan bizə yaxınlaşanda məndən ev yoldaşlarım istədi ki, bir türkü söyləyim. Mən onlar üçün bir mahnı səsləndirdim. Onlar həmin gecəni çox əyləncəli və maraqlı keçirdi. Həmin günün sonunda fərqinə vardım ki, əslində yaşlılıqda səssizlik huzurdur deyə anlayırıq, amma belə deyil. Əslində o evlərdə tək qalmaq, səssizliyə, təkliyə məhkum olmaq deməkdir. Böyük evlər problem deyil. Problem həmin evlərdəki səssizlikdir. Yaş artdıqca bəzən böyükləri biraz daha səssizliyə öyrəşsinlər deyə tək buraxırıq, lakin onlar bu səssizlikdən yorulur, bezir, hətta keçmişə geri dönüb çox düşünür, çox səhvlərinə qapılır, yanlışları ilə üzləşir və çox tək tənha hiss edirlər özlərini. Ona görə böyük evlərdə o böyük ürəkli insanları yalnız buraxmamaq lazımdır. Bu da sizin üçün bir fərqindəlik olsun. Böyük evlər problem deyil. Problem olan həmin böyük evlərdəki kimsəsizlikdir, səssizlikdir. Səssizliklə baş-başa qalmayın. Keçmişdə yaşamaqdansa bugünkü həyata qarışmağı üstün tutun. Hamınıza psixoloji olaraq sağlam olmağı arzulayıram.